Bismillahirrahmanirrahim. Salam əziz dostlar, xoş gördük hər birinizi. Bugün istəyirəm sizinlə birgə bir mövzunu müzakirə edək. Biz hər birimiz bu mövzuda olduqca diqqətli olmalıyıq. Müzakirə edəcəyim mövzu dinin çatdırılması ilə bağlıdır. Və eyni zamanda dinin qarşılığında hər hansı bir kəs bizim dediklərimizi qəbul etməzsə, onlar müxalif bir mövqeydə durarlarsa, bizim dini yanaşmalarımızda onlarla necə davranmalıyıq? Bu bizim üçün olduqca əhəmiyyətli bir məsələdir. Bir neçə ayə var Quran-ı Kərimdə dinin təbliğatı ilə bağlı, çatdırılması ilə bağlı. Onlardan biri Nəhl surəsindədir. Ayə belə buyurur. Bismillahirrahmanirrahim. Ud'u ila səbili rabbik bil hikməti vəl mev'izetil hasenə. Allah peyğəmbərinə buyurur ki, Rəbbinin yoluna hikmət və gözəl moizə ilə dəvət et. Hikmətdən məqsəd dəlil sübutdur. Əgər bir şey təqdim etmək istəyirsənsə kiməsə, ola bilsin hər hansı bir dəyər sənin özün üçün yəqin həddində olsun, sübuta çatmış olsun. Amma qarşı tərəf səndən sübut istəyərkən, dəlil istəyərkən çox gözəl şəkildə elmi dəlillərlə dinivi çatdırmağı bacarmalısan. Əgər elmi dəlillərin varsa, əgər elmi dəlilin özünün anlamağında və yaxud da qəbul etməyində heç bir elmi dəlilin olmayıbsa, adəti üzrə gəlibsə qəbul etmirsən və müəyyən qəlbi aramlığın nəticəsində qəbul etmirsənsə, sənin o dini təbliğ etməyin düzgün deyil. Çünki bu qəbul etməz sənin üçün keçərlidir. Qarşı tərəfdə səndən sübut istəyən insan üçün keçərli deyil. Birdən bəzən belə də olur, sübut istəyərkən sərt mövqe sərgilənir qarşı tərəfin qarşısında ki, biz belə görmüşük, niyə bunu qəbul etmirsən? Yox. Bir kəs əgər sübut istəyirsə, qəbul etmək istəyirsə, anlamaq istəyirsə, bizim öhdəmizə düşən məsuliyyət bundan ibarətdir ki, biz ona sübutlar gətirək, dəlillər götürək, gözəl şəkildə onun üçün elmi şəkildə ona izah etməyi bacaraq. Və bir də ürək yanğısı ilə gözəl şəkildə bir elmi dəlillərlə, elmi əsaslar olmalıdır. Allah peyğəmbərinə buyurur ki, belə dəvət elə. Əgər peyğəmbərinə buyurursa ki, belə dəvət elə, biz belə dəvət etməsək, biz günahkar hesab oluna bilərik. Yəni, gözəl şəkildə, emosiyası olsun, nuraniyyəti olsun. Emosiya bu mənada yox ki, elə danışasan, pafıslıdan, yox, pafıslı yox. Pafıslı din təqdim etmək düzgün deyil. Emosional, yəni canında o qəbul etdiyin dini dadmalısan, ruhunda dadmalısan, sonra ruhunda daddığı elmi dəlillərlə və nurani şəkildə qarşı tərəfə izah etməlisən. Misal olaraq, Həzrəti Loğman haqqında Quran-ı Kərimdə ayə var, şirk haqqında oğlu ilə danışır. Amma necə danışır? Belə izah eləyir. Ya bu nəyyə? Ay mənim balam, ay mənim oğlum. Görürsün nə şirin cümlədən istifadə eləyir. La tuşrik billah inne şirke la zulmun azim. Allah'a şərik qoşma, həqiqətən Allah'a şərik qoşmaq Allah'a nisbətdə böyük bir zülmdür. Görürsən nə gözəl təqdim elədi. Şirkdən danışında bəzən görürsən şirk falan qışqırırlar, tənqid eləyirlər, təhqir eləyirlər, az qalır qılınc götürüb baş kəssinlər və bəzi yerlərdə də bunu eləyirlər. Bu din təbliği deyil. Əgər həqiqətən şirk narahat edirsə, Loğman əleyhissalamı şirk onu da narahat edirdi. Amma onun oğluna tövsiyəsi belə oldu. Ya bu nəyyə, la tuşrik billah. Ey mənim oğlum, ey mənim öz dilimizdə tərcümə eləsə, ey mənim balam, ey mənim canım, ciyərim, Allaha məbada şərik qoşasan. İnsanları gözəl şəkildə dəvət elə. Sonra şərik qoşmağa izah elə, sağlam bir müzakirə elə. Həmişə qarşı tərəfə aqressiya ilə, onları təhdid eləməklə, onları lənətləməklə bu düzgün yanaşma deyil. Elmi sübutlar və mev'izetil hasenə, ürəyin yansın qarşında dayanan üçün. Elə rəsmi şəkildə əxlaq polisi kimi deyil. Ürəyin yansın qarşı tərəf üçün, ona gözəl şəkildə görürsən ki, bu dinə yiyələnməməyi onun həyatında onun üçün ciddi problemlər yaradır. Ahirəti üçün ciddi problemlər yarada bilər. İstəmirsən o bədbəxt olsun, istəyirsən o xoşbəxt olsun. Əgər doğrudan da belə istəyirsənsə, biraz da ürək yandır. Gözəl şəkildə, şirin şəkildə təbliğ elə. Sonra ardıca buyurur. Və cədilhum billəti hiyə əhsən. Burada
Bu nöqtədə var. İndi dinin qarşılığında dayanan insanlar ki var, onlar dinə qarşıdırlar, dinə qarşı çıxırlar. Deyir, onlarla ən gözəl şəkildə mücadilə elə, onlarla ən gözəl şəkildə müzakirə et. Bəhs elə, müzakirə elə, amma sərt şəkildə yox. Əgər sən həqiqətən də haqsansa, qəbul etdiyin dini dəlillər üzərindən qəbul eləmirsən və bu dini sevirsən, bu quru bir anlayış, ideologiya deyilsən də, sevirsən, gözəl şəkildə qəbul eləmirsənsə, indi qarşı tərəf irad bildirirsə, sən niyə görə ona aqressiv, onu söyəsən, çox-çox üzr istəyirəm, müəyyən sosial platformalarda görsənir, şərh bölümlərində onu söyür, bunu söyür, bu düzgün deyil. Bu bizim dini yanaşmamızda olan ciddi problemimizdir ki, dini özümüz düz başa düşməmişik. Düşünmürəm ki, bu da bizə fayda versin. Və yaxud da belə bir ayə ilə də yanaşaq məsələyə. Məcbur eləyəsən kimisə, evladın da onu məcbur eləyəsən. Dindar olmalıdır. Mən namaz qılıramsa, o da namaz qılmalıdır. Daha 9 yaşı olub da uşağımın, qızın 9 yaşı olub misal olaraq. Ya oğlumun 15 yaşı olub. Qılmalıdır bu artıq. Məcbur eləyirsən, üzünə baxmırsan, üzr istəyirəm ifadəmə görə, bəzən təhqir eləyirsən. Bu din təbliğatı deyil. Quran-ı Kərim belə deyir. Bəqərə surəsi 256-cı ayə. La ikraha fid-din. Dində məcburiyyət yoxdur. Problem ola bilər səndədir. Gözəl təqdim etməyi bacar. Bu gözəl dini, gözəl təqdim etməyi bacar. Onun ki, qeyd elədim o bir ayədə. Nəhl surəsi 125-ci ayə idi o. İndi Bəqərə surəsində buyurur ki, la ikraha fid-din. Dində məcburiyyət yoxdur. Niyə görə məcbur eləməlisən sən ailəvi? Namaz qılmalısınız, uşaqları məcbur eləməlisən, aqressiya ötürməlisən, pis rəftar eləməlisən. Bu bizim dinə dəvətimizdə lazım olacaq məsələlərdən ən önəmlisidir. Məcburi olaraq atanı namaz qıldırasan, evladı namaz qıldırasan, bacını, qardaşı namaz qıldırasan, bu düz deyil. Və yaxud bir nəfər peşman olub səndən dostluq eləməyə, bir dəfə çay içib səndən əl çəkmirsən ondan ki, namaz qılmasan belə olacaq, namaz qılmasan belə olacaq, bu düzgün yanaşma deyil, sən təqdim etməyə bacar. Ən əsası da yaşayışınla təqdim etməyə bacar. Yaşayışınla göstər ki, mən həqiqətən də dinə əməl etdiyim üçün, Allahın qayda və qanunlarına riayət etdiyim üçün xoşbəxtəm. Sənin xoşbəxtliyindən faydalansınlar və Allaha tərəf gəlməyi ən düzgün yol bilməyi bacarsınlar. Ənam surəsi 108-ci ayədə Allah belə buyurur. Bəzən bizim qarşı tərəfdə dayananlarımız olur, Peyğəmbər zamanında da var idi, onlar gəlirlər, bizim dini inkar etməyə çalışırlar. Bu yolu səhv hesab edirlər, inkar edirlər, deyirlər ki, misal olaraq düz demirsiniz. Quran onlarla davranmaq üçün də gözəl bir üslub qoyub. وَلَا تَسُبُّ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَسُبُّ اللّٰهَ عَدُوًّا بِغَيْرِ عِلْمٍ. Onların Allahlarını söyməyin ki, onlar da sizin Allahınızı söyərlər, elmsiz olaraq sizin Allahınızı düşmənçilik yüzündən söyərlər, nəticədə günahkar biz olaraq. Gəlin belə deyək, biz İmam Hüseyin əleyhissalamı çox sevirik. Biz Həzrət Əli əleyhissalamı çox sevirik. Bəzi insanlar var ki, Həzrət Əlini və İmam Hüseyin əleyhissalamı imam olaraq qəbul eləmirlər. Biz imam olaraq qəbul edirik. Biz 12 imamı Peyğəmbərdən sonra sübutlu və dəlilli şəkildə 12 imam olaraq qəbul etmişik və bunlara ürəyimizdə etiqad bəsləmişik. Bir dəstə insan var ki, bunları qəbul eləmirlər. Biz də qəbul etmədikləri üçün onların qəbul etdiyi şəxsləri söyək, onları təhqir edək. Quran-ı Kərim qəti şəkildə bunun qarşısını alır. Əvvəl ilkin mərhələdə bunu deyə bilərəm ki, söyüşlə hər hansı bir məsələni təhqir eləməklə hər hansı bir məsələni yoluna qoymaq düz deyil və bu mümkün olmayacaq. İnsanların ürəklərində bir-birlərinə qarşı kin-kudurət yaranacaq və nəticə etibarilə bəlkə də bu kin-kudurəti olmasaydı, sabah sənin düzgün dəlili qəbul edəcəkdi, amma bugün sənin yaratdığın kin-kudurətə görə Həzrət Əli kimi şəxsiyyəti o qəbul edə bilmir. Çünki sən almısan qarşısını. Bir bu da bizim öhdəmizdə bir məsuliyyət ki, biz heç kimi təhqir eləməyək, kimisə alçalmayaq.
İnanclı insan kimisə alçaltmaqdan zövq almaz. İnanclı insan kimisə aşağılamaqdan zövq almaz. Baxmayaraq ki, bugün sosial şəbəkələrdə bəzi insanlar biz islah edirik adıyla, biz fikirləri düzəltmək adıyla insanların, xalqın dinini alçaldırlar, xalqın şəxsiyyətlərinə qarşı utandırıcı bir mövqe sərgiləyirlər. Biz amma onlardan deyilik. Biz qarşı tərəfdə kim dayanırsa dayansın, hansı mövqedə dayanırsa dayansın, biz düz sözü danışacağıq. Onlarda nə problem varsa biz ondan danışacağıq. Təhqirə qətiyyən yol vermək olmaz. Bir buna görə təhqirə yol vermək olmaz ki, qarşı tərəfində dayanan insandır. Və onu da Allah yaradıb və onun üçün can atmalısan, onun üçün can yandırmalısan, çalışmalısan. İkinci də buna görə etməməliyik ki, sən onun sevdiyini, onun bəyəndiyini təhqir eləsən, o da gəlib Həzrət Əlini təhqir eləsə, Peyğəmbəri təhqir eləsə, sabahlar artıq təqsirkar kimdir, günahkar kimdir burada? Sənsən. Sən dini təbliğ etmək istəyirdin, əksinə dinin abrını apardın. Quran-ı Kərim görün nə qədər incə danışır. Hətta gəlir Fironla danışanda müəyyən bir zamanda olur bu hadisə. Buyurur ki, Taha surəsinin 44-cü ayəsində فَقُولَ لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرُ اَوْ يَخْشَ. Musa Peyğəmbərlə qardaşı Haruna deyir ki, gedin Fironla danışın, yumuşaq şəkildə danışın, bəlkə Firon Rəbbini xatırladı və ondan qorxdu. Diqqət edirsiniz, bu çatdırmaq istəyir ki, Peyğəmbərlərin mövqeyi, Allahın sərgilədiyi mövqey barışıq üçün idi. Əsas məsələ, dinin əsas məsələsi barışıq yaratmaqdır. Düşmənçiliyi yaratmaq tez bir zamanda baş tutur. Biz barışıq yaradan inanclılardan olmalıyıq. Düşmənçiliyi yaradan inanclılardan deyil. Həm ətrafımızda, dostlarımıza din çatdırmaq istəyəndə, dini maariflə onları tanış etmək istəyəndə düzgün davranmalıyıq, dəlil, sübutla olmalıdır, ürək yanğısı ilə olmalıdır və bunun əksində deyanlarla müzakirə etməli olsaq, debat etməli olsaq, gözəl şəkildə debat etməliyik və çatdırmaq lazımdır, təqdim etmək lazımdır, məcbur etmək düzgün deyil. Bu kimi məsələləri biz dinimizin təbliğatında yoluna qoymağı bacarmasaq, bizim dinimiz inkişaf etməyəcək. İslam Peyğəmbərinin ən böyük uğurlarından biri də bu idi ki, onun dininə qarşı çıxanları belə Peyğəmbər təhqir etmirdi, onlara ürək yandırırdı, onlara sevgi göstərirdi, maksimum hətta sevgi göstərirdi ki, onlar xilas olsunlar, onların həm dünyalarını və həm də axirətlərini düşünürdü. Əgər bir kəs inanclıdırsa, əgər bir kəs dindardırsa, o mütləq digər insanların şəxsiyyətini qorumalıdır, digər insanların həyatı üçün çalışmalıdır, onların həm dünyada, həm də xoşbəxtliyini arzulamalıdır, onların bədbəxtlikləri üçün iş görməli deyil, onların alçaldılması üçün heç bir yolla iş görməli deyil, ən düzgün şəkildə davranmağı bacarmalıdır. Bu da hər hansı bir inancının daxili din qəbul etməsindən qaynaqlanır. İnsan necə qəbul edibsə, o cürdə davranılacaq. O səbəbdən də biz diqqətli olmalıyıq. Əgər dini anlamağımızda problemimiz varsa, onu həll etməliyik ki, digərlərinə də din izah etmək istəyəndə, Allaha çatdırmaq istəyəndə Allahı olduğu kimi çatdıraq, öz kimlərləsə olan aqressiyamızı Allah adıyla çatdırmayaq. Allahdan hər biriniz üçün gözəl şəkildə dini anlamağı arzulayıram və gözəl şəkildə dini marifi çatdırmağı arzulayıram. Allah sizi qorusun, Allah gələn günlərimizi xeyirli eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.